Bismillahirrahmanirrahim. Bizim güzel İslam dinimiz bizlere tövsiye ettiği şeylerden biri de lazım olan zaman affetmeyi, bağışlamağı bacarmağımızdır. Ali aleyhissalam aff etmək barəsində belə buyurmuşdur. İnsanların aff etmək və bağışlamağa ən layiq olanı, onların cəzalandırmağa ən çox qüdrət və imkanı olanlardır. Nə üçün? Onun üçün ki, əff etmək qüdrətdən asılıdır. Buna görə də zəifin əff etməsi mənasızdır. Allah Taala hər birimizə yar və yardımcı olsun. İnşallah.